Olimpiya oyunlarını ondan öncə SSR dönəmində idmançılarımız, SNG tərkibində idmançılarımız çıxış ediblər MDB dövlətlərinin. Yəni Olimpiya oyunlarında 1992-ci ildə çıxış ediblər. Ələxüsus onu qeyd etmək istərdim ki, əlbəttə ilk dəfə olaraq Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən dövlətimiz 23 idmançı ilə, yəni lisenziya qazanılmışdı Olimpiya oyunlarına getmək ərəfəsində ulu öndərimiz Heydər Əliyev Zaloglu pansionatında bütün idmançılarımızı Olimpiya oyunlarına gedən mütəxəssislər və lisenziya qazanmış idmançılar, görkəmli xadimlər o pansionatda, Zaloglu pansionatında yığışmışdılar. Yola salma mərasimi idi, oradan da heç gözlənilməyən anlar baş verdi. Ulu öndərimiz öz çıxışında idmançılarımıza hər zaman dəstək olduğunu və idmançılarımızın Olimpiya oyunlarında ilk növbədə iştirakını böyük qiymətləndirdi. Əlbəttə ki, öz çıxışında qeyd etdi ki, artıq siz qələbə qazanmışsınız, siz özünüz lisenziya qazanmışsınız Olimpiya oyunlarına, Azərbaycanı Olimpiya oyunlarında ilk dəfə müstəqil olaraq təmsil edəcəksiniz və bu sizin bu böyük uğurunuzdur. İkinci uğur isə Atlanta yay Olimpiya oyunlarından vətənə medallarla dönəndə bayrağı yüksəklərə qaldırıb, o cümlədən mən və digər idmançılarımız əlindən gələni etdilər. Baxmayaraq ki, ilk dəfə idi müstəqil olaraq Azərbaycan ilk müstəqillik əldə edəndən sonra ilk böyük yarışı Olimpiya oyunlarında əlbəttə ki, tanımırdılar. İdmançılarımıza haqsızlıqlar edirdilər, yəni tanımadığı bir ölkə gəlib orada nailiyyət əldə etməkdir. Əlbəttə illər boyu digər hegemon ölkələr orada Olimpiya oyunlarında çıxış etmiş, medallar qazanmış. Buna baxmayaraq idmançılarımız, o cümlədən mən də əzmkarla çıxış etdim.